Yazın ilk yetişən meyvələrindən biri də alçadır. Adı çəkiləndə ağız sulandıran bu ləziz tama malik meyvənin Biləsuvarda da adı və dadı ilə məşhur olan göycə sortu yetişdirilir. Artıq bir müddətdir ki, bağlarda məhsul yığımı davam edir. Biləsuvarda pambıqçılıq və taxılçılıq əsas aparıcı sahələrdən olsa da, paralel olaraq bağçılıq da ilbəil genişləndirilir. Mütəxəssislərin sözlərinə görə, bölgənin torpaq iqlim şəraiti burada müxtəlif meyvələrin yetişməsinə imkan verir. Bu meyvələr sırasında adı və dadı ilə məşhur olan göycə alçası əhəmiyyətli yer tutur. Nazik qabıqlı, şirin sulu bu alça göycənin sultan sortudur. May ayından kütləvi yığımına başlanılan məhsulun bazarda alıcıların da diqqət marağındadır. Təxminən sahədən məhsulun 1 kiloqramı çeşidinə görə 4-3 manat civarındadır. Təsərrüfat sahibinin sözlərinə görə bu sort digər alça növləri ilə müqayisədə həm keyfiyyətinə, həm də məhsuldarlığına görə üstündür. Bu mövsüm hər ağacdan təxminən 25 kiloqrama yaxın məhsulun götürüldüyü deyilir. 5 hektarlıq sahədə 12 illik bar verən ağaclardan mövsümün növbəti meyvə dərimini aparan fermer Azad Bədirov deyir ki, məskəni Naxçıvan olsa da sulu şirəli göycəni eyni dadı tamı ilə öz torpaqlarımızda da yetişdirə bilmişik. Göyçaydan gətirmişəm, Ordubadda, Naxçıvandan da gətirilib. Amma bu günlər şükür Allah ki, Şamaxı tingsiliyi var, Tərtərdə var, çox yerlərdə tingsiliyi var. Yəni müraciət eləsək əgər ora, şükür Allah dövlət dəstəyi də var, subsidiyası var, hər şey var. Yaxşı olar ki, diqqət edərdik bunun calaqaltılarına. Həm ömrünü uzadacaq, həm də məhsul tez düşməsini saxlayacaq. Göycənin yaxşı məhsul verməsi üçün bağın becərmə işlərində yalnız üzvi gübrələrdən istifadə olunur. Suya olan maksimum tələbatı ödənilir. Qeyd edək ki, bu dadlı və sulu meyvəyə həmişə tələbat var. Bazarda qiyməti qənaətbəxş olur və məhsulun satışından daha çox gəlir əldə edilir. Sevindirici haldır ki, meyvə Biləsuvar məhsulu kimi artıq paytaxt bazarlarında da tanınır. Alıcılıq yaxşıdır. Deyim ki, yəni şikayət edeyim yox. Qiymət aşağı olsa da alıcılıq var. Bazar dartımı deyilən bir şey var. Gün ərzində mənim malım olsa əgər, mən günə 4 ton, 5 ton mal verə bilərəm, sata bilərəm. Veririk 500 kilo, 600 kilo, 1 ton yarım, belə mal verə bilirik. Mütləq üsullarla becərilib. Rayonumuzda bu sahəyə maraq çox böyükdür. Hal-hazırda genişləndirilib. Bu sahə təqribən 100 hektara yaxın əkin sahəmiz var, bağçılıq üzrə. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, hazırda rayonda ayrı-ayrı təsərrüfatlarda 1700 hektara yaxın meyvə bağları mövcuddur. Bunun 78 hektarı innovativ texnologiyanın tətbiq olunduğu yeni salınan bağlardır. Əyyub Məmmədov, Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.